Sağ olsun, qəşəng sür, xoşuma gəldi. Azərbaycansan? Hə. Necəsən qardaş, nə var, nə yox, keyfin halına tərdir. Xoş gördük. Azərbaycanlısan? Yox, qazanam. Nə yeyirsən? Bu mənim uşaqlıq dostumdur, Kamal. Elə bu badaşkanda kabab yeyirsən. Dostlar, bir restoran tapmışam, gedirəm o restorana. Bu dəfə velosipedlə yox, istədim metro ilə gedim ki, həm sizə Şencenin metro stansiyaları nə formada işləyir, necə işləyir, hansı tərəfə necə getmək olar, o haqda danışım. Həm də metronu göstərim sizə. Bu Şencen metrosunun opşi xəritəsidir. Hara necə getmək olar. Opşi 16 dənə xətt var. Hər bir xəttin ayrı bir rəngi var. Onun üçün bir proqram var. O proqramı da göstərəcəm sizə. İlk öncə necə içəri keçmək olar onu göstərim. Buradan bizdəki kimi M10'la yox, yəni Alipay'imizə giririk. Burada səyahəti seçirik. Bura yaxınlaşırıq. QR kodumuzu bura göstəririk. Qapı açılır. İçəri keçirik. İndi hal-hazırda biz hansı metrodayıq, adını dəqiq bilmirəm. Amma metromuzun, otelimizin yanındakı metrodur. 5-ci xəttdəyik. Restoran da 5-ci xəttdə olmalıdır. Burada hər metro xəttini dəyişdikcə 2 yuan pul tutur. Məsəl üçün siz 5-ci xəttdəsinizsə, 7-ci xəttə getmək istəyirsinizsə, keçidlər var. Hər birinin ayrı, dediyim proqramda da bunlar göstərilib. Siz məsələn 5-ci xəttdən 7-ci xəttə getmək istəyirsinizsə, artıq sizin 4 yuanınız tutulacaq. Hər xətt 2 yuandır. Metro bu formadadır. Metronun öz qapılarından əlavə də çöl qapılar var ki, heç kim ora atıllanmasın, belə deyək, özünü atıb öldürməsin Bakıdakı kimi. Bu formada hal-hazırda olduğumuz stansiya və gedəcəyimiz stansiyanı göstərir. İnsanlar da ki, həmişəki kimi doludur və yenç. Salam qardaş. Azərbaycanlısan? Yox, qazanam. Nə yeyirsən? Bu mənim uşaqlıq dostumdur, Kamal. Artıq 2 ildən çoxdur Çində yaşayır. Təsadüf nəticəsində Çində rastlaşıb bir-birimizi tapmışıq. Mənə qonaq aparır. Ən azı bir 17 yaşında bir dənə oğlan sürür. Sağ olsun, qəşəng sürür, xoşuma gəldi. Sürür deyəndə isə də oturub burada sadəcə yola baxır. Və biz də yola baxırıq. Beşinci xəttdən indi keçdik 12-ci xəttə. 12-ci xəttdən də getməliyik Nanyon stansiyasına. Gedəcəyimiz stansiyaya çatdıq. İndi çıxış qaydasını da göstərirəm sizə, nə formada çıxış eləyirik. Eyni qaydada yenə Alipay'imizi açırıq. Səyahəti vururuq. QR kod görsənir ekranda. Yaxınlaşırıq. QR kodumuzu göstəririk və keçirik. Bu qədər sadə. Çıxan pulumuzu da göstərir. Balansımızdan 4 yuan çıxdı. 2 xətt dəyişdik deyə. Hər metronun çıxışında bu formada A, B, C olan rəqəmlər var. Bu çıxışların hansı tərəfdən çıxdığını da. Azərbaycandakı kimi 4 çıxışı var hər metronun. Hər çıxışı da A, B, C, D olaraq işarətlənir. Həmişəki kimi yenə yağış yağır, qaranlıqdır. Burada saat 8-in yarısıdır.
Bu velosiped haqqında danışmışdım sizə. Alipay'ın velosipedləri. 1.8 yana istədiyiniz qədər yox, yarım saat bu velosipedlərlə 60 dəqiqə sürə bilirsiniz. 1.8 yana. Gərək bir gündə bir video çəkim pullarla bağlı. Ondan sonra çəkərəm. Hələ ki acıq, yemək yemək üçün restorana tərəf gedirik. Görək bizim Kamal bəy bizi hansı restorana aparacaq. Qardaş vlog yersən? Hə qardaş. Nə yaxşı? Azərbaycansan? Hə. Necəsən qardaş? Nə var, nə yox? Keyfin halına tərdir. Xoşam. Xoş gördük. Buranı siz işlədirsiniz? Yox, bura. İnternetdən baxdım, bura yaman təriflədilər. Qəşəng, yaxşı. Yaxşıdır. Dəyər oturub yemək yeməyə. Gən qonağım olun, olmalı. Allah canınızı sağ eləsin. Keçin gəlin. Yaxşı. Restoranın içi bu formadadır. Burada fərqli meyvələr, şirniyyatlar, soslar var burada. Sarımsaq, bildiyimiz soslar var, amma çox fərqli soslar da var. Burada qoyun əti var. Bu nədir? Mən səhv eləmirəmsə bu ağ ətdir. Səhv bilirəmsə kommentdə bildirərsiniz. Qoyun əti var, mal əti var. Pendir var, kalbasa var. Bu deyəsən qarın olmalıdır. Bunlar nədir mən də bilmirəm. Pendirə oxşuyur. Bu indi bir Azərbaycanlı qardaş var, ondan soruşaram bunlar nədir. Sonra toyuq ayaqları var bu formada. Krevetkalar var. Bu restoranda ödənişi verirsən. 100 dəqiqə vaxtın var. 100 dəqiqə ərzində nə yemək istəyirsənsə yeyə bilirsən. Burada belə bu formada bir yeməkləri var, amma bilmirəm bu nədir. Ətdir belə bu formada. Burada sonra krevetkalar var. Artıqdadır. Bu formada. Nə yiyəsin? Restoranın ümumi görünüşü də bu formadadır. Yediyimiz ətlərin nə olduğunu göstərirlər ki, düz başa düşək hər şeyi. Bu formada stollardır. Stolların hər birinin içində isitməli şeylər var. Belə deyək də, soba. Bir teşt verirlər, içinə su və öz ədviyyatlarını qatırlar. Siz də istədiyiniz formada oradan ətləri seçirsiniz. Budur bizim Azərbaycanlı qardaşımız bizə qulluq eləyir. Burada ofisiant işləyir deyəsən. Çox sağ olun Kamal bəy, təşəkkür edirəm. Kamal bizim üçün bu formada ətlər gətirib. Krevetkalar gətirib. Burada bir qazanımız var. Kök var içində. Bibar var. Burada da sos, acı bibar və özlərinin spesifik sosları var. Maraqlı görsənir, görək. Oturduq, yeməklərimiz gəldi. Bayaq göstərdiyim kimi bu formada ətlərdir. Boşalma. Burada əti bu formada götürüb biraz çevirək bura. Bu formada bunun içine atırıq. Özümüz pişirib özümüz yeyirik. Yok, boşalttık hepsini. Qoy sizə bir Limit yok, ne istersen yiyək. restoranda bayaq dediyim kimi limit yoxdur. İstədiyimiz hər şeyi yeyirik. Yəni bir attığımız 100 dəqiqə vaxtımız var. 100 dəqiqə nə yeyə biliriksə yeyirik. 6 tabaq boşaltdım. Bunun içində belə attığımız ətlər var. Pişirlər biz də buradan. Və gənc, gəl baxayım.
Ye, doymazsan biraz daha koyarız, yersin. Bu bizim Türk arkadaşım, Türkmen arkadaşımız. Bu da Azeri kardeşimiz. Babam, babam. Krevetkalı pişmiş var. Buna bak, Elə bu badaşkanda kabab yeyirsən. Badaşkan çox adam bilməz, amma Azərbaycanda tanınmış restoranlardan biridir, amma Naxçıvandadır. Haqqı onun yanında sənə. Nə? Gəlmədi şuraya. Krevetka. Bu nə eləmək lazım? Qonaq elədi. Kalbasa nə kalbasa? Eyni Naxçıvan kalbasa. Belə 3 yerə böl ki, götürmək sonra. Sən yemin. Ye bitməz. Bunu da içək. Özü burada olmuyor, bilər bizlə olandan sağ olun. Deyilən sağ olun, düş olsun. Belə balaca xərçəklər gəlib. Semişka kimi. Belə də balaca deyil əslində. Bu 50-ci boydadır. Ramazan bu ehtiyat Böyük əqrəblərə oxşuyur. Bu da krevetkalar. Pişib hazırdır, yeməyimizi gözləyir. Məclis budur. Hələ bizim vaxtımıza çox var. Yeyirik, doyana kimi.